Böyük səbəbkarı mənim atamdır. Hərbiçi ailəsində doğulan Zibər xanım hazırladığı Qara Polkovnik adlı ilk salatı məhz atasının əziz xatirəsinə həsr etdi. Qara Polkovnik salatını icad edərkən atamı nəzərdə tutdum. Atam 1-ci Qarabağ müharibəsində çiyin-çiyinə bizim əskərlərimizlə döyüşüb. Yəqin ki, mənim onda 12-13 yaşım var idi. Biz də hər bir Azərbaycan ailəsi kimi o həyəcanları yaşamışıq. Bugünkü gün bu qələbəni qazanmağımıza Müzəffər Ali Başkomandan cənab İlham Əliyevə böyük minnətdarlığımızı bildiririk ki, bu qələbə hissini bizə yaşatdı. Bir Azərbaycanlı kimi fəxr edirəm ki, Azərbaycanlıyam. İxtisasca pedaqoq və psixoloq olan Zibər xanım növbəti salatlarını Azərbaycan və Qarabağ adlandırdı. Qələbəmizin dadı nemətlərimizdən də gələcək. Bu günləri öz icad elədiyim Azərbaycan və Qarabağ salatıdır. Yəni o Qara Polkovnik salatından sonra bu iki salatı icad elədim. Bugün həmin salatların təqdimatıdır. Mən istərdim alqışlarınızı təqdim edəsiniz. Çünki qələbənin verdiyi bir qürur var, qələbənin verdiyi bir şərəf var və qələbənin verdiyi bir Azərbaycan sevgisi var ki, bu hər bir sahədə, xüsusilə mətbəx sahəsində də öz sözünü deməkdədir. Və Azərbaycan, Qarabağ salatının dadına baxanlar göz önündə elə Qarabağımızı, Azərbaycanımızı canlandıracaqlar. Burada bizim hərbiçilərimiz, qəhrəmanlarımız simvolizə edən üç rəngli bayrağımız, xüsusilə Bakımızın 12-ci əsrdən bu yana olan tarixini qoruyub saxlayan Qız qalamız var ki, və onun da ətrafında olan Xəzər dənizinin, Tanrının bizə bəxş etdiyi nemətlərdir. Sadəcə olaraq mənim hobbimdir. Paytaxt salatımız olmadığına görə mən Azərbaycan salatını icad elədim. Bizim özümüzün Azərbaycan xalqının adını daşıyacaq bir salat olmalıdır. O nöqteyi nəzərdən də elə düşündüm ki, mən Azərbaycan salatını icad eləyim və Qarabağı. Ümid eləyirəm ki, nəinki Azərbaycan xalqına dünya miqyasında tanınan bir salat olar. Gecənin qəhrəmanı mükafatsız da qalmadı. Biz də öz növbəmizdə tutduğu yolda ona yeni-yeni nailiyyətlər arzu edirik.